Azərbaycan əsilli bir şəxs Amerika Birləşmiş Ştatlarının Səhiyyə Nazirliyindən 90 milyon dollardan çox vəsaiti dələduzluq yolu ilə əldə edib. Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyinin rəsmi saytından verilən məlumata görə, səhiyyə sahəsində geniş miqyaslı dələduzluq sxeminin arxasında 38 yaşlı Azərbaycan vətəndaşı dayanır. Kaliforniyada məskunlaşan və ölkəyə qeyri-qanuni daxil olan Anar Rüstəmov axtarışa verilib. Rüstəmov yaratdığı şirkət vasitəsilə fəaliyyət göstərərək pasientlərin xəbəri olmadan güya lazım olan tibbi avadanlıqların sifarişlərini rəsmiləşdirib. Daha sonra o, Medicare Advantage proqramı üzrə xərclərin ödənilməsi üçün müraciətlər göndərib. Əslində isə heç bir avadanlıq təciz edilməyib. Üstəlik pasientlərə, məsələn, qlükometrlər belə avadanlıqlar lazım olmayıb. Rüstəmov bu sxemdən istifadə etdiyi 9 ay ərzində minlərlə saxta müraciət göndərərək 90 milyon dollardan çox vəsait əldə edib. İndi ona qarşı irəli sürülən 14 ittiham maddəsinin hər biri üzrə 20 ilə qədər həbs cəzası və 250 min dollara qədər cərimə nəzərdə tutulur. Bax belə izləyicilər, maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olun, ən əsası özünüzdən müğayət olun.